Təhsildə bugündəsiz dostlar və bir neçə sualımız da var. Onu da istəyirəm ki, səsləndirək bugünkü qonaqlarımıza. Yeri gəlmişkən bugün SLT Akademiya qonağımızdır və SLT Akademiyanın məsul şəxsi, həm də xaricdə təhsil üzrə ekspert Roza xanım Fərzəliyeva studiyamızdadır və bugün biz elə bu haqda danışa suallarımız ki, hansı ki efirlər müddətində Roza xanımı olurdu. Biz düşündük ki, iki real ilə qonağı dəvət edək. Hansı ki, bu biri valideyn olsun, bir də tələbə olsun ki, bizim valideynlərimizə də, həm də tələbələrimizə onlar da bir başqa tərəfdən də müəyyən bir məsləhətlərini mi deyək, tövsiyələrimi deyək, çatdırsınlar. Və Roza xanım, sonda nəyə vurğulamaq istəyirsiniz bizim valideynlərə, tələbələrə? Ən əsas bu qeydiyyatla, qəbullarla bağlı bəlkə müəyyən bir çağırışınız ola bilər. Valideynlərə, abituriyentlərə ilk öncə onu demək istəyirəm ki, əgər burada qəbul olmaq qismətiniz olmayıbsa, istədiyiniz balı toplaya bilməmisiniz, istədiyiniz ixtisasa düşə bilmirsiniz. Biz sizə xaricdə istədiyiniz ixtisası əyani və yaxud qiyabi şəkildə təhsil almağa dəvət edirik. Bunun üçün yalnız atistatı götürüb gəlirsiniz bizə və biz sizə hər tərəfli təmənnasız konsultasiya veririk və konsultasiyadan sonra qərar verirsinizsə qəbul olmaq, o zaman başlayırıq sənədləşmə işinə. Bax belə. Könül xanım, siz nə tövsiyə edərdiniz qısa? Qısa tövsiyə onu eləyərdim ki, il boyunca keçirdiyiniz həyəcanlara valideynləri tövsiyə eləmək istəyirəm ki, o qədər ki, valideynlər həyəcan keçirirlər, o qədər ki, burada da pullar tökülməli, yəni o qədər də qorxunc deyil. Narahat o, əgər uşaq burada bal yığa bilmirsə, ucunda bunun bu son demək deyil. Yəni çox rahat, çox təhlükəsiz. Roza xanım sağ olsun, Allah can sağlıq versin, dəstəyi ilə, yəni o analıq eləyir, onları ikinci analıq eləyir. Yəni çox rahat təhsil ala bilərlər və yüksək səviyyədə 100% qarantiyada veririk ki, diplom təsdiqlənir. Bu bilirsiniz ki, qlobal məsələdir, ən əsaslı bəli, dördüncü nəziyyətdir. Bu zaman Könül xanımın sözünə dəstək olaraq təsdiqlənmiş tələbələrin sertifikatlarıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyində Təhsildə Keyfiyyət Təminat Agentliyi şöbəsində təsdiqlənmiş diplomların nümunələridir. Hətta mən özüm də valideyn kimi araşdırmışam bütün. Və bunlar hamısı təqdim olunacaq sizə konsultasiya zamanı, yəni siz də maraqlana bilərsiniz. Aytəc, siz nə söyləmək istəyirsiniz? Və onu demək istəyirəm ki, hal-hazırda xaricdə təhsil alıb tələbə olmaq istəyən bir çox insanlar var ki, narahatdılar, aldıqları qərarda yanılmaları üçün tərəddüd edirlər. Və bunu demək istəyirəm ki, narahat olmasa heç bir şey yoxdur. Onlar da mənim kimi doğru, güvənilir insanlara etibar etsələr, daha yaxşı olar təbii ki və onlara tək tapşırığım, yəni fikrim odur ki, mənim kimi doğru insanlarla çalışsınlar. Bax belə, çox yaxşı, çox gözəl də vurğuladınız sonda. Təşəkkür edirəm. Mən də bu arada xatırladıram ki, SLT Akademiya sizi xaricdə orta ixtisas və ali təhsil almağa dəvət edir. Rusiya, Ukrayna, Türkiyə, ABŞ və Avropada bakalavr, magistr və doktor pillələrini yiyələnə bilərsiniz. Təhsil haqqı ixtisasından və təhsil formasından asılı olaraq dəyişir. 1250 manatdan başlayır. Bütün ixtisaslar mövcuddur. Seçim sizindir. Əyani təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilir. Daha ətraflı məlumat istəsəz zəng eləyə bilərsiniz 051 789 64 34 nömrəsinə və 050 479 85 58 nömrələrindən. Bax belə, Roza xanıma da təşəkkür edirik. Çox təşəkkür edirəm, əziz valideynlər, hörmətli abituriyentlər. Yaxınlaşın, gəlin hər birinizlə görüşə şəxsən özüm. Görüşlərin hər birində özüm iştirak edirəm və sizə istiqaməti, düzgün yol seçməyə köməklik edirəm. Buyurun, gəlin. Bəli, xaricdə təhsil təkcə dəyişmək üçün deyil, həm də özünü kəşf etmək üçün böyük bir fürsətdir. Məncə də sizin hər biriniz bu barədə düşünməlisiniz, əziz dinləyicilərimiz. Sizinlə Samirə idi, sağ olun, salamat qalın.